Qəlblərin islahı mövzusunda insana maraqlanması vacib olan, mühüm olan, layiq olan işlərdən biri də odur ki, mələyin səsi ilə şeytanın səsini ayıra bilməsidir. Burada ləmmə deyildiyi zaman insanın qəlbinə, o səs və yaxud da təlqin, insanın qəlbinə düşən fikirlərdir. فَيَقِفُ الْمَرْءُ عِنْدَ كُلِّ خَاطِرٍ يَخْطُرُ فِي قَلْبِهِ لِيَعْلَمْ أَهُوَ مِنْ لَمَّةِ الْمَلَكِ أَوْ مِنْ لَمَّةِ الشَّيْطَانِ. Və ona görə insan qəlbinə gələn fikirlərdə dayanmalı, baxmalıdır ki, yəni bu şeytanın səsidir, yoxsa mələyin səsidir. Və ümumiyyətlə bəzən olur, insan günahla qarşılaşdığı zaman birinci gələn səs olur ki, etmə. Günahı etmə. Sonra isə ikinci səs gəlir, et. Birincisi mələyindir, ikincisi isə şeytanındır. Və ona görə insan buna bəsirət gözü ilə baxmalı, elm nuru ilə, təqva nuru ilə baxmalıdır. Necə ki, Allah Teala buyurur, İnnellezîne ittaqav izâ messehum taifun mineşşeytani tezekkeru fe izâhum mubsirun. Təqva əhlinə şeytan bir şeylə toxunduğu zaman onlar Allahı xatırlayar. Yəni, təqva əhli Allahın əzəmətini xatırlayar və Allahın əzəmətini xatırlayan kimi aylar görənlərdən olar. Əgər insana bəlli olarsa ki, bu mələkdir, mələyin səsidir, Allah həmd etməli və yolunu davam etməli. Əgər ona bəlli olarsa ki, bu gələn fikirlər şeytandandır, ondan Allaha sığınaraq ondan çəkinməlidir. Əgər insan qəlbini, yəni mələklə və həmçinin o şeytandan olan bu səsləri düşünərsə, həqiqətən qəribəlik görər. Fəhədə yulimmu bihi marra və hədə yulimmu bihi marra. Yəni, bəzən insana yaxşı fikirlər gəlir və bəzən pis fikirlər gəlir. Və mələyin bu təlqini, insanın qəlbinə verdiyi fikirlər insanda köksünün genişliyini yaradır. Qəlbinin nurlanması, rəhmət, ixlas, Allaha tərəf yönəlmək, Allah sevgisi və Allahı digər şeylərdən üstün tutmaq və eyni zamanda insanda arzunun qısa olması və bir var insan uzun arzular içərisində olması, bir də var insan arzularını qısaldır. Və eyni zamanda bu bəla, imtihan diyarından insan uzaqlaşır. Nə vaxt ki, insana mələk tərəfindən səs gəldiyi zaman qəlbinə. Və idə ələmmə bihi şeytan, əgər şeytan ona təlqin edərsə fikirləri, o şeytanın təlqinindən, yəni onun qəlbinə yerləşdirdiyi fikirlərdən insanın köksü daralır. Qəlbində zülmət, dərd, qəm, qorxu, qəzəb hasil olur. Və həmçinin insanda haqqa qarşı şək-şübhə yaranmaq və dünyaya hərislik yaranır və insanın Allahdan qafil olması hasil olur. Və insanlar bu imtihanda fərqlidirlər. Yəni, insanların mərtəbələri vardır. Yəni, bunu yalnız Allah bilir. فَمِنْهُمْ مَنْ تَكُونُ لَمَّةُ الْمَلَكِ لَهُ أَغْلَبْ مِنْ لَمَّةِ الشَّيْطَانِ. Yəni, elə insan vardır ki, mələyin ona təlqin etdiyi fikirlər, mələyin səsi, şeytanın ona təlqin etdiyi fikirlərdən daha çox və daha güclüdür. Və mələk insanın qəlbinə doğruluq, ədalət və hidayətə, doğru yola tabi olmağı təlqin edir. Və insanlardan ellər də vardır ki, şeytanın təlqin etdiyi fikirlər daha çoxdur. Və şeytan da insanın qəlbinə pis əqidələri vəsvəsə verir, zülmü vəsvəsə verir və nəfsi istəyə tabi olmağı vəsvəsə edir. Və mələklə şeytan insanın qəlbinə bir-birini təqib edirlər. Necə ki, gecə gündüz bir-birini təqib etdiyi kimi, gecə gəlir, ardınca gündüz gəlir. Sonra ardınca gecə gəlir, ardınca gündüz. Yəni, təqib etmək belə olur. Və eyni zamanda da mələklə şeytanın insanın qəlbini təqib etməsi gecə və gündüzün bir-birini təqib etməsi kimidir.
İnsanlardan eller vardır ki onun gecesi gündüzünden daha uzun olur. Ama eləsi də vardır ki gündüzü gecesinden daha uzundur. وَمِنْهُمْ مَنْ يَكُونُ زَمَنُهُ نَهَارًا كُلُّ. Ama elə insan da vardır ki onun vaxtı hamısı gündüzdür. Ama elə insan da vardır ki onun vaxtı hamısı gecədir. Ve hak elmin ve salih isteğin başlangıcı meleğin verdiği səslə, təlqinlə olur. Ve batil etiqadın ve fasid iradenin isteğin başlangıcı ise şeytanın təlqini ilə olur. Allah Teala Bəqərə suresi 268. ayədə buyurur ki: "Eş-şeytanu ya'idukumul faqra ve ya'murukum bil fahşa." Yani şeytan sizi kasıblıkla korkudur ve size çirkin ve fihuş, iğrenç əməlləri emredir. Vallahu ya'idukum mağfiratan minhu ve fadla. Allah Teala ise özü tərəfindən məğfirət və lütfü vəd verir. Və həmçinin Əl-İmran surəsində buyurur: "İnnemâ zâlikumuş-şeytan yuxavvifu awliyâ'ah." O şeytandır. Öz dostları ile sizi korkudur. Yani şeytan insanlardan ve cinlerden olan dostlarını doğru yolda olan insanın sinesinde, köksünde ucaldır ki o insan korksun, o yoldan el çeksin. Ve həmçinin Ənfəl surəsində Allah Teala buyurur: "Və iz zeyyene lehumuş-şeytanu a'malahum ve qala la galibe lekumul yevme minen-nasi ve inni carun lekum." O vaxt ki şeytan onlara öz əməllərini, yəni Peyğəmbər s.ə.və qarşı çıxanlara öz əməllərini gözəl göstərdi. Və dedi ki, bugün insanlardan sizə qarşı heç kəs qalib gələ bilməz və mən də sizin yanınızdayam. Və şeytan vasvasdır, xannəsdir. Vəsvəsə verən və xannəs sözünün də mənası xanəsə gizlənmək sözündəndir. Xanəsə tez-tez gizlənən mənasını verir. Yəni xanəsə həm geriyə çəkilmək mənasını verir və həmçinin gizlənmək. Və bunları da cəm edərkən mənası belə olur ki, xanəsə geriyə çəkilib gizlənən. Geriyə çəkilir və gizlənir. Xannəs, yəni tez-tez geriyə çəkilib gizlənməsi şeytanda hasıl olur. Nə vaxt ki, insan Allahı zikr edir. Deməli, insan Allahı zikr etdiyi zaman geriyə çəkilib gizlənir və insan qəflətə düşən kimi yenə üzə çıxaraq ona vəsvəsələr təlqin etməyə başlayır. Yenə insan zikr etdiyi zaman xannəs, geri çəkilir. Deməli, insan Rəbbini zikr etdiyi zaman geri çəkilir, gizlənir, qafil olduğu zaman yenə vəsvəsə